Bura sizə hansısa bir qorxu filmindən çəkilmiş bir kadr kimi gələ bilər, lakin xeyr, bura Rusiyanın Sibirində yerləşən İulten şəhəridir. Gəlin ilk öncə tarixinə baxaq. Niyə bir vaxtlar inkişaf edən şəhər bu gün Ruh şəhərinə çönübdür? Əvvəlcə ondan başlayım ki, bu şəhər çox soyuq bir şəhərdir. Burada qışda hava -50 dərəcəyə qədər düşür. Şəhər 1937-ci ildə zəngin qalay və wolfram yataqları tapılandan sonra yaradılıbdır. İlk illərdə burada əsasən qulaq məhbusları işlədilirdi. Sonradan bu şəhərə geoloqlar, mühəndislər və onların ailələri köçdükdən sonra bu şəhərdə tam yaşayış məskəni salındı. 1950-60-cı illərdə İultində artıq mədəniyyət evləri, məktəblər, bağçalar, hava limanı və sair infrastruktur mövcud idi. Şəhər böyük və vacib sənaye və iqtisadi bir şəhərə çevrilmişdir. 1980-ci illərdə burada təxminən 5000 nəfər yaşayırdı. Sizə belə gələ bilər ki, bu çox azdır. Xeyr, bu Skotka üçün çox böyük bir rəqəm idi. İndi isə gəlin baxaq görək şəhər nə vaxt və necə Ruh şəhərinə çevrildi. Sovetlər Birliyi dağıldıqdan sonra bu şəhərə maliyyə və logistika dayandırıldı. 1993-cü ildə şəhər rəsmi olaraq bağlandı. Sakinlər bir-bir şəhəri tərk eləməyə başladılar. Sonuncu sakinlər 1996-cı ildə şəhəri tərk etdilər. Avadanlıqlar və sair texnikalar İultində qaldı, çünki onları daşımaq çox baha idi. Bu gün İultin tamamilə xarabalığa çevrilibdir. Boş qalmış binalar, məktəblər, kinoteatrlar, xəstəxanalar və sair infrastrukturlar. Sonda bu şəhər haqqında bir neçə maraqlı fakt qeyd etmək istəyirəm. 1980-ci illərdə bu şəhərin ortalama maaşı SSR-nin ortalama maaşından 3 dəfə çox idi. Bu şəhərdə qəbirstanlıq yox idi, çünki torpaq daima buz idi. 2015-ci ildə bəzi şəxslər bu şəhəri Arktika turizm şəhəri kimi yenidən qurmağa təklif etdilər, lakin layihə reallaşmadı.